Katliamı olarak anılan olay sizin Cumhurbaşkanlığınız döneminde oldu. Önlenebilir miydi Hocalı? Doğrudan da Hocalı hadiseler çok pis təsir etdi. Hadisə etdilər Azərbaycan xalqına və o zaman Azərbaycan xalqı düşkünlüyə, bilirsiniz, mənəvi düşkünlüyə düşdü və yaranmış bu dəhşətli deməli xalq istər-istəməz xalq cəbhəsinin vasitəsilə yönəldildi mənə. Çünki mən prezidentəm. Sadəcə olaraq diyor, sən niyə qorumadın bunları? Niye korumadınız? Necə qoruyam? Biz Qarabağda bəyən vuruşurduq. Xocalı Qarabağdan. Biz Qarabağa girə bilirdik. Yox. Niye girilemedi? Yeterince destek mi yoktu? Savaşan insan mı? Var idi, hər şey var idi. Sadəcə olaraq məqsəd ondan ibarət idi ki, sərhədi keçib Ağdam rayonunda, qonşuluqda, Əsgəranla qonşuluqda, orada o qaçqınlara müdafiə etmək üçün qabaqlarına çıxmaq lazım idi. Hər şey də var idi. Niye olmadı efendim? Olmadı da. Çünki hakimiyyət uğrunda mübarizə gedirdi. Nə qədər Mütalib baba pisdir, o qədər onunla rəqib olan siyasi qurumlara yaxşıdır. Bəli, İşte tuzak mı kuruldu bile? bəli, bu, bəli, bəli. Bu da bizim milli anlayışımız. Bəli.